Yaxın əyləşin, diqqətlə qulaq asın. Hər kəsi maraqlandıran bir mövzu var. Bir çox suallar verir ki, şəhid ailəsi kimlər sayılır? Bu yaxınlarda televiziyada çıxışında bilmədim kim idi. Bir vətəndaş idi, yoxsa hər hansı dövlət müəssisəsinin işçisi idimi? Aidiyyat üzrə bəlkə də Əmək və Sosial Müdafiəsi Nazirliyində digərlərini bilmədim. Orada bildirdi ki, şəhid anası və atası şəhid ailəsi sayılmır. Belə bir söz bildi. Amma qanunvericilikdə bu belə deyil. Qanunvericilikdə hansı qaydadadır, mən sizə deyim. Deməli, şəhid ailəsi sayılır. Həyat yoldaşı, valideynləri, 18 yaşına çatanadək övladları, təbii ki, təhsil alırlarsa 23 yaşına qədər və əlilliyi müəyyən olmuş 18 yaşından yuxarı əlilliyi olan övladları 18 yaşına çatanadək uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri və peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına qədər deyim, hər kəs bilsin.